Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Salamlayıram sizi dəyərli tamaşaçılar. Ramazan ayının 19-cu günündə Quranla Yaşayaq proqramına baxırsınız. Bugün həm də tarixdə Həzrəti Əli əleyhissalamın zərbətləndiyi gün kimi qeyd olunub. Əhya günüdür. Eyni zamanda da Həzrəti Əli əleyhissalamın mehrabda, məsciddə zərbətləndiyi gündür. Bu münasibətlə indidən sizə dərin hüzünlə başsağlığı verirəm ki, bir neçə gün sonra Həzrəti Əli əleyhissalamın şəhadətinə təsadüf eləyir. Ramazan ayının 19-cu günündə 19-cu cüzdən olan bir ayə ilə sizin xidmətinizdəyəm. Furqan surəsi ayə 74. Quran-ı Kərimdə bəzi ayələr var ki, bu ayələr həmçinin qunut duası kimi hesab olunur. Məhz bu ayədə o dualardan biridir. Furqan surəsi ayə 74. Rabbena həblənə min əzvacina və zurriyyətinə qurrətə a'yunin və cəalnə lilmuttəqinə imamə. Rabbənə ilə başlayan bütün ayələr ki var Quran-ı Kərimdə, bunlar hamısı məhz qunut duaları kimi hesab olunur. Və yaxşı olar ki, bu duaları, yəni bu ayələri qunutda, vacib namazların qunutunda oxunsun. Amma gələk tərcüməsinə. Tərcümədə Allahdan istəyir, ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı, yəni salih, pak və təqvalı nəsillər əta et. Və iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində bizi təqvalılara başçı et, rəhbər et. Göründüyü kimi Rabbənə ilə başlayır, yəni ey Rəbbimiz, ey bizim Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı ver, yəni göz aydınlığı əta et. Bu göz aydınlığı nədən ibarətdir? Salih, pak və təqvalı nəsillərin əta olunmasından ibarətdir. Və eyni zamanda da Allahdan istənir ki, iman müsabiqəsində və yaxud da dinin əsasları, qolları və təlimlərində bizi təqvalılara başçı et. Bu ayədə hansı nöqtələrə toxunulubdur? Əvvəla qeyd edim ki, çox təsirli və gözəl bir dualardan hesab olunur. Amma Allah bizdən istəyir ki, bu ayədə məhz neçə nöqtəni qeyd edəcəm ki, əvvəla ondan istəyək ki, bizə layiqli övladlar və məhəbbət dolu ailə nəsib eləsin və bizi nümunə olaraq ailə qərar versin, yəni nümunəvi bir ailə kimi qərar versin. Bəs deməli, insanın hətta yaxşı övlad sahibi olmasında onun Allahdan kömək diləməsi çox önəmli bir məsələdir. Hətta övlad tərbiyəsi bəhsində də biz danışmışdıq ki, imamlarımızdan var ki, özləri vurğulayır ki, sözlərində biz övladlarımızın xeyirli, salih aqibətləri yaxşı olması üçün məhz gündəlik hər axşam 2 rükət namaz qılırıq övladların salih olması üçün və eyni zamanda Səhifə-i Səccadiyədə də övladla bağlı dua var ki, ona da müraciət etmək olar. Bəs deməli, gələcək nəsillərin doğru və düzgün olması üçün dua etmək də şərtdir. Bu, ən birinci nöqtə. İkinci növbədə isə Allahdan hər zaman istəməliyik ki, bizə yaxşı ailələr, çünki zövcələrə də burada yəni işarə olunubdur, bizə yaxşı ailələr, məhəbbət dolu ailələr nəsib eləsin və bizim ailələrimizi nümunə qərar versin, nümunəvi bir ailələr qərar versin. Və burada təqvalılara başçı et, yəni bizim əhatəmizdə olan insanlar təqvalı şəxslər olsun ki, sözsüz ki, təqvalı şəxslərin idarəçiliyi də rahatdır və daha asandır, nəinki təqva əhli olmayan şəxslər. Bu nöqtələr çox önəmli bir nöqtələrdir və bu duanı çalışaq ki, ümumilikdə gündəlik dualarımıza çevirək. Bunlar hamısı
Quran ayəsidir və Quran duaları hesab olunur. Lakin əməl etmək üçün biz nə etməliyik? Hansı işləri görməliyik? İlk növbədə hər gün namazın qunutunda qeyd etdiyim kimi bu ayəni oxumaq çox böyük təsirə malikdir. Müsbət təsirə malikdir. Yəni, ən azından namazlarımızın hətta qunutları üçün, qunutda bilirsiniz ki, həmişə dua oxunur. Hətta qunutda icazə var ki, insan ərəbcə yox, öz dilində də dualardan istifadə edə bilər. Lakin biz yaxşı olar ki, bu duaların özündə də proqramlı surətdə hansısa dualar, yəni qunutun özündə proqramlı surətdə duaları oxuyaq. Yəni, məsələn, cümə günündə İmam Zamana aid olan dualardan istifadə edə bilərik. Qunut duamızda İmam Zamanın salamatçılığı duasından, zühur üçün olan dualardan və gündəlik namazlarımızda, məsələn, zöhr və əsr namazına və yaxud sübh namazına, şam namazına, indi bu hər kəsin öz meyilinə baxır, bölgü edib məhz bu duanı daxil edə bilərik. Yəni, bu ayəni daxil edə bilərik və ailəmizin tərbiyələnib islah olması üçün və gələcək nəslində yaxşı olması üçün təsir edici bir qüvvə ola bilər bu. Gündəlik, yəni qunut dualarında bunu oxumaq. Bu bir nöqtə. Əməl etmək üçün ikinci nöqtə, övladlarımızın inkişafı üçün çox zaman ayıraq. Yəni, onlar üçün əməldə nümunə olaq. Bəzən biz elə düşünürük ki, yaxşılıq ancaq kənardan başlayır. Yəni, biz kənar insanlara kömək etməliyik, qonşuya, qohuma, nə bilim, cəmiyyətdə olan insanlara. Amma ən birinci kömək bizim ailə daxilindən başlayır. Yəni, biz övladlarımızla çox zaman keçirtməliyik, onların tərbiyəsi üçün zaman ayırmalıyıq, onların hər cəhətdən tərbiyələnməsi və islah olmaları üçün zaman ayırmalıyıq. Məhəbbət göstərməliyik, qayğı göstərməliyik və onlar üçün evin daxilində əməl cəhətdən nümunə olmalıyıq. Çünki övladlar əksər halda bizim əmr etdiklərimizə, nəhy etdiklərimizə, bizim tələblərimizə yox, məhz rəftarlarımıza baxıb, rəftarlarımızı təqlid edirlər. O yüzden də biz onlar üçün ən yaxşı nümunə ola bilərik. Çünki övladın ilk təqlid etdiyi şəxs məhz onun valideynləridir. Bunu hətta biz övlad tərbiyəsində də danışmışıq, müşahidə edə bilərik ki, öz təcrübəmizə əsasən də evdə körpə qız uşağı olanda əksər hallarda ananın geyimini təqlid edir, ananın rəftarlarını başlayır təkrarlamağa və oğlan uşaqları da əksər hallarda atanı təqlid edirlər və atanın rəftarlarına uyğun davranmağa çalışırlar. Bəs deməli biz rəftarlarımızda, danışığımızda nümunə olmalıyıq ki, duamıza uyğun əməlimiz də olsun. Çünki bilirsiniz ki, əzizlər, yəni tək dua təsirli deyil. Duanın yanında mütləq əməl də olmalıdır. Bu elə Ramazan ayı dualarına da aiddir ki, əgər biz fəqirlər üçün dua ediriksə gündəlik Ramazan ayının dualarında, vacib namazlardan sonra oxunan dualarda, bəs onun yanında biz fəqirlər üçün proqram da qurmalıyıq. Fəqirlərə xidmət üçün hansı işlər də görməliyik ki, duamızın təsiri olsun. Üçüncü növbədə ailə mühitində məhəbbəti, mehribançılığı, aram mühiti və dostluq əlaqələrini icad etmək lazımdır, yəni yaratmaq lazımdır. Yəni biz öz ailə mühitimizi o qədər gözəlləşdirməliyik ki, məhəbbət dolu, mehribançılıq dolu və aram bir mühit yaratmalıyıq. Və ailədə dostcasına münasibətləri bərpa etməliyik ki, eyni zamanda ailə barəsindəki, zövcələr barəsində dua olunur. Həmin zövcələr barəsində olan dua da qəbul olunsun. Əgər bizim bu islahatlarımız olmasa ailə zəminəsində, rəftarlarımızda düzəliş etməsək, özümüzü inkişaf etdirməsək ailə daxilində, bəs bizim dualarımız da keçərli olmayacaq. Deməli, dua və əməl, bunlar ikisi də yan-yana olmalıdır ki, dualarımızın keyfiyyəti daha da yüksək olsun, daha da təsirli olsun. Bəzən insanlar
Yəni belə başa düşürlər ki, ailənin mühitində mən hər nə cür istəyirəm davrana bilərəm. Yəni bunlar mənim əhli əyalımdır deyə mən hər nə cür istəsəm davrana bilərəm. Hər kobudluğu, hər zarafatı edə bilərəm. Xeyr, Allah Taala buna icazə vermir və ailə insanın demək olar ki, ən əsas quruluşudur ki, strukturudur ki, bütün məsələlər bu ailə daxilindən başlayır. Hər hansı bir şəxs istəyirsə, hətta cəmiyyətdə sözü keçərli olsun, mütləq birinci növbədə, ilk növbədə öz ailəsinin daxilində özünü islah etməlidir. Ailə üzvlərinin məhəbbətini və hörmətini qazanmalıdır ki, kənarda da sözü keçərli olsun. Bu əsas qayda və düsturlardan biridir. Və inşallah ki, Allahdan diləyirəm ki, Allah Taala bütün müsəlman ailələrində, bütün insanların ailələrində, xüsusilə də bizim cəmiyyətimizdəki bugün görürük ki, ailə və övlad məsələlərində böyük və geniş problemlər var, yaşanır. İnşallah ki, bizi müvəffəq eləsin, nəzər eləsin və kömək etsin ki, ailələrdə mehribançılıq olsun və bu mehriban mühitlərdə, dostcasına olan mühitlərdə gözəl övladlar, salih bəndələr tərbiyələnsin inşallah. Ümidvaram ki, Quran ayəsindən olan bu Furqan ayəsi 74-cü ayənin bu qismi ki var, məhz Rəbbəna ilə başlayır, Allaha üst tutur ki, yaxşı övladlar, salih övladlar nəsib olsun, yaxşı zövcələr nəsib olsun. Bunu öz qunutlarınızda istifadə edərsiniz və dualarınız qəbul olar. Gələn günlərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.